Canım mənim şirin sözlərim, çikolatalarım. Deyir ki, hesabat verməyin kiməsə, vaxtınızı bunlara sərf etməyin. Baxın, quzum mənim. İndi yəqin mən balacasınız da, yaşınız balacadır. Ya böyük də olsanız, problem deyil. Mən neçə dəfə paylaşım eləmişəm ki, mən bir şeylər paylaşdığımda öz həyatımla ilgili olanda açıqca deyirəm. Bilirsiniz, mən heç nəyi altdan iş görmürəm. Birinin həyatım var idi, ona xeyr. Öz həyatımsa deyirəm, mən belə şey yaşamışam. Bunu məsələn eləməyin. Amma normal bir paylaşım eləyirəmsə, bilin ki, başqalarında, seanslarımda görmüşəm, bir ətrafda gördüyüm problemlərdir, sorunlardır, onları paylaşıram. Dünən mənim qızımla ilgili deyirlər, hər dəfə yazırlar. Belə ənində sonunda bir dənə o da çürümüş alma çıxır da, çürük alma çıxır. Uşağın saçı yağdı, uşağın. Mən videoda da demişəm ki, mənə maraqlı deyil. Mən elə şeylərə fikir verən birisi deyiləm. Həqiqətən fikir verirəm, çünki maraqlı deyil. Hər şey fikir versəm, o zaman mən Nərgiz Mahmudzadə olmaram axı. O zaman mən indi bu qədər ölkələrə dərs verən müəllimə olmaram, bu qədər oxumazdım, bu qədər işləməzdim. Mən öz dünyamdayım, sadəcə. Bir ana olaraq, bir müəllimə olaraq, bir təlimçi olaraq, bir yaşam qoçu olaraq, uşaqlarda və böyüklərdə olan sorunları mən anlatıram. Qızım 14 yaşında və qızım kimi çox uşaqlar var ki, məktəblərdə eşidirəm. Uşaqlar buna şey deyir, sənin burnun böyükdür, nə bilim, qulağın belədir, nə bilim, saçın yağlıdır. Saç yağlısı olmağı çox deyirlər. Saçın yağlı olmağı haqqında çox uşaqları incidirlər, bir-birlərini incidirlər. Bu heç xoş deyil. Mən də ona görə artıq gördüm aylardır hərdən belə atırlar o mesajı, saç yağlıdır. Mən də artıq dedim paylaşım. Və orada da çoxu səhv anlayıb. Elə deyir ki, biri yazıb ki, əgər acığınıza gəlmədisə niyə bu videoya paylaşım etdiniz? Videonun başında deyirəm ki, mənə maraqlı deyil, mən fikir vermirəm. Amma uşaqlar incir, uşaqlar çox həssas davranır. Qızım da dahil. Samira maşallah özgüvənli bir uşaqdır. Mamasının qızıdır. Nəysə. Amma yenə də uşaqdır. Yenə də bir anda belə bir tutulur. Mən ona görə paylaşım yaptım ki, eləməyin belə. Yəni eləməyin. Saçı yağlıdır, yağlı. Sən tövbəsi yeməyi və saçın yağını tökmür ki, üzr istəyirəm. Mənim də səbrimi daşırdınız. Aşk olsun. Eləməyin. Mənim kimi sağlam ol ata. Hə. Bu Zdorov. Dədəmsən. Şimdi ona göre dediğim gibi bir fikrim yayında yapsın karıştırdım. Neyse yok hayır yok video çek. Ata hapşırdı ona göre. Neyse. Belə ama boş verin. Görsün bak biraz stres geçiremiş görsün yadımdan çıxır. Niye beni incidirsiniz axı? Severim sizi. Canımsınız. Üzmeyin birbirinizi. Üzmeyin vallahi değmez.